Allah bu şəhidimizi qəri-qəri rəhmət eləsin. Allah bu şəhidimizi, bizim böyük bir İslam filosofumuz var. Allah rəhmət eləsin, Mürtəza Mütəhərri. O deyir, hər müşkülüz olanda gedərsiniz İmam Hüseyin qapısına, İmam Rıza qapısına gedərsiniz, hazrətinizi, müşkülünüzü istəyirsiniz. Amma birdən sizin imkanınız olmaz o ağaların ziyarətinə getməyə. Ya maddi nöqteyi nəzərdən, ya bir imkanınız olmaz onların ziyarətinə getməklik. Ərazizdə hər yerdə şəhid qəbri var. Gedin o şəhidlərin qəbrinin üstünə, onlardan təvəssül edin. Bunu elə-belə bir sıravi adam demir, ha. İslamın böyük bir filosofu deyir. Gedin o şəhidlərin qəbrinə, istəyin Allahdan ki, Allah o şəhidə xatir sizin hazrətlərinizi rəvaz eləsin. Bu şəhidlərimizin də barəsində dinimiz bizə deyir ki, Allah qiyamətin günündə onlara bu imtiyazı verib ki, onlar şəfaət eləmək qüdrətinə malikdir. Mən bugün Pənah qardaşıma deyərəm, Pənah qardaş, əgər həqiqət aləmini dərk edənlər olsa, gərək hər kəs sənə qibdə eləsin. Ki, siz şəhid atalarının sabah qiyamətin günündə bu övladları, hər kəsin ehtiyacı olan bir şey ki var, ona şəfaət deyirlər. Bu şəfaət bunların əlində olacaq. Mən Allah'a and verirəm, əzəmətə cəlal. Bu şəhid qardaşımızı anmağa gələn, ziyarətinə gələn bu hər kəslər ki gəlib, sabah qiyamətin günündə Allah bu şəhid qardaşımızın şəfaətindən bu gələnləri ümidsiz eləməsin. Allah cəmi bu şəhid qardaşımız və bunun simasında cəmi şəhidlərimizi Allah qəri-qəri rəhmət eləsin. Allah xalqımıza, cəmaatımıza bir daha müharibə otu göstərməsin. Cavanlarımızı hifz eləsin. Dövlətimizi dövlətlər içərisində, millətimizi millətlər içərisində, dinimizi dinlər içərisində Allah həmişə var eləsin. Və biz dinimizin, dövlətimizin, millətimizin bugün azad, al-nəsir yaşamaqlığında bu şəhidlərimizə borcluyuz. Allah bu şəhidlərimizin ruhunu şad eləsin, valideynlərinə, yaxınlarına səbir versin. Allah siz əzizlərdən də, qədir bilən xalqdan da Allah razı olsun.